Bunu apar edilirsin qabağında bir atıb qoyur. Görürsən də o. Salam, hər vaxtınız xeyirli olsun. Hörmətli Həsrət və Ümid verilişinin daimi izləyiciləri. Ürəyimizdə sönməyən bir od yanır. Bu Qərbi Azərbaycan həsrətidir. Göyçənin sərin küləyi, dərə-dəzin yolları, Zəngəzin uca dağları, İrəvanın qədim nəfəsi. O torpaqlar hələ də ruhumuza yaşayır. Ana laylası kimi, ata ocağı kimi. Gözlərimiz yaşlıdır, ürəyimiz niskilli. Amma ümidimiz sağdır. Çünki inanırıq bir gün o yurda, o Qərbi Azərbaycanımıza, dərə-ləzimizə, Paşalı rayonumuza qayıdacağıq. BDM TV-nin Həsrət və Ümid verilişinə xoş gəlmişsiniz. Bu ağrını da, bu ümidi də gəlin birlikdə yaşayaq. Əziz və hörmətli, dəyərli izləyicilərimiz, bugün sözün həqiqi mənasında maraqlı bir qonağımız var. Verilişimizin qonağı Qərbi Azərbaycan Paşalı rayonunun Köçbək kəndindən olan Füzuli əminin ocağına gəlmişəm. Mən verilişdən əvvəl Füzuli əmindən danışdım. Füzuli əmiyə verilişimizlə bağlı məlumat verəndə mənə dedi ki, ay Ceyhun, sən də mənim qardaşım balası, atanla çox gözəl xatirələrim var. Terib, Köçbək, Leyli Qaçağından hamısı bir kənd olubdur. Hamımızın xeyrimiz, şərimiz, sevincli, kədərli günlərimizdə həmişə bir yerdə olmuşuq. Ona deməkdir, gələrsən, mən də o vətənin, o torpağın oğlu kimi əlimdən gələni dilimin döndüyə danışacağım. Mən də bugün gəlmişəm.
Füzuli əminin yanına. Bugünkü verilişimizin qonağı Qurbanov Füzuli Məhəmmədoğlu, Qurbanova Maral Əli qızıdır. Füzuli əmi, necəsən? Çox sağ ol, var ol, xoş gəlmisən. Həmişə sən gələsən. Təşəkkür edirəm Füzuli əmi. Maral nənəsi, nətəsiz? Çok sağ ol. Ömrünüz uzun olsun. Hoş gelmişsiniz. Allah köməyiniz olsun. Çox gözəl. Təşəkkür edirəm, Allah razı olsun. Füzuli əmi, verilişimizin bir adət-ənənəsi var. Biz öncəliklə verilişimizdə həsrət və ümid verilişinin adı üzərində də həsrət və ümid, qəribə Azərbaycan həsrəti, ümidimiz ora qayıtmaq. Öncəliklə mümkünsə özünüz haqqında, atanız, ananız, neçə övlad olmusunuz, sonra öz övladınız haqqında, daha sonra Maral nənədən inşallah danışar. Buyur, zəhmət olmasa. Biz Atan-ananız haqqından başlayaq. atam, anam 1952-ci ildə Ermənistandan köçüblər Yevlax rayonunun Nəmərli kəndinə. Adı, familiyası, soyadı. Qurbanov Məhəmməd Bayramoğlu. Anamın da adı olubdur Pəri, Qurbanov Pəri Süleyman qızı. Köçüblər orada yaşamışıq. 52-dən biz orada yaşamışıq 65-ci ilə qədər. Cəmaatımız orada pambıqçılıqla, belə şeylərlə məşğul olublar. Dözməyiblər istəyər. Dağdan gələn adam, pambıq, biraz çətinlik çəkib, insanlar hamısı ara biraz da Stalin öləndən sonra hamısı bir-bir qayıdıb gedib. Qayıdıb gedəndən sonra mənim yadıma gəlir 1965-ci ildə biz sona qalmışdıq. Ən axırıncı cəmaat bizə, rəhmətli atam anama deyər ki, vay cəmaat köçdü öz kəndimizin cəmaatı. Qızlarımız da böyüyür, 3 bacım vardı. Biz bunu burada kimə verək, yerli adamlarla belə elə, nəhayət məcbur oldular. 65-ci ildə biz də qayıtdıq Köçbəyə. Ermənistanda Paşalı rayonunun Köçbək kəndinə. Qayıtdıq, getdik orada da başlarlar işləməyə, biz də orada məktəbə getdik. Nəhayət 1977-ci ildə atam rəhmətə getdi. Allah rəhmət eləsin. Atam rəhmətə gedəndən sonra biz də o yerdə işlədik, özümüzdən nə bilim belə mal, heyvanca saxlayıb, dolandıq. 88-ci ildə bir də köçdük. Füzuli əmi, köçməyə getməyə qabaq bir zəhmət olmasa köçdən əvvəl ailədə neçə uşaq idiniz? Ailədə biz, bəli, 8 uşaq. Zəhmət olmasa adları? Ailədə 8 uşaq idik, 8 uşaqdan da indi 3 ölüb, 5-imiz qalırıq. Allah rəhmət eləsin. Burada rəhmətə gediblər. Adları nə idi? Neçə qız, neçə oğlan? Bacım Yevlaxda ölüb, Məryəm. Qardaşım Nizam burada Mərdəkanda dəfn olub, bir də bacım Ceyran. Bunlar da burada dəfn olub. Yaşayanlar, Allah uzun ömür versin. Adları nədir onların? Yaşayanlardan da qalıbdır Füzuli, Vidadi, Xaqani, 3 qardaş, Leylan və Sehran 2 də bacı. Allah uzun ömür versin. Füzuli əmi, neçədən evladınız var? 5. Adları nədir? 3 qızım var, 2 oğlum. Aynur, Kamala Ayda, Məhəmməd Kənan. Neçə nəvən var? Nəvələrin neçə nəvən var? 10 dənə. Ay maşallah, Allah saxlasın. 10 nəvəm var. Nəticəniz də var. Nəticəniz də var. Maral nənə, Maral nənə, inşallah sən də bizə öz atanız, ananız haqqında, övladlarınız haqqında Füzuli əmi dedi. Siz atanız, ananız haqqında bir məlumat verərdiniz. Mənim atam, anam elə Köçbəkdə olub. Mən göz açıb elə onları orada görmüşəm. Özüm də orada böyümüşəm. Özümüz də... Adlar nə idi atanızın? Atamın adı Alpanayev Əli İmamquloğlu. Anamın da adı Alpanayeva Telli Xudaqulu qızı. Biz özümüz də 6 qardaş bacı olmuşuq. Maşallah. Adları zəhmət olmasın. Adları qardaşımın biri rəhmətə gedib, Qurban. O birilər Qınyaz, Alpanayev Qınyaz Əlioğlu. Alpanayev Mədət Əlioğlu. Bacılarım da Gülayə və Yeganə. Onlar da buradadılar. Özümüzün də 5 evladımız var. Oxuyan oxuyub, oxumayan da belə. Allah can sağlığı versin. Mən var bir nəticəm. Ay maşallah. Şükür. Füzuli əmi, biz
adətdir verilişimizdə biz bunu davam etdirdik. Sənə belə bir sualla verim, həqiqətən mənim üçün maraqlıdır. Füzuli əmi kənd haqqında nə fikirləşir? Füzuli əmiyə terk deyəndə, köçbək deyəndə, Leyli qaçan deyəndə o qarşıdakı insanı ondan necə təsəvvür edir? Biz zəhmət olmasa üç kənd haqqında, o kənddə olan dağlardan, dərələrdən, çaylardan, indi buradan başlayaq, sonra keçərik adətən niyə? O kənd deyəndə bilirsən nə tərdir? Orada ara seçkilik yox idi. Terk, köçbək, Leyli qaçan. Hamımızın toyumuz, xeyrimiz, şərimiz bir idi. Bir yerdə eləyirdik. Şəxsən bax, mənim yadıma gəlir, ya mən 6-da oxuyardım, 5-də oxuyardım, 7-də oxumazdım. Dedilər ki, ya Surxay rəhmətə gedib, Terkdə Surxay vardı, Mələyoğlu Surxay deyirdilər, sən bəlkə də cavansız. Surxay, inanırsan ki, Hacıyev Kazım vardı, məktəb direktoru, Allah rəhmət eləsin, məktəb bağladılar, bizi ötürdülər uçağı. Yəni bizim valideynlərimiz, müəllimlər zat, oraya yenişə piyada getdilər, Terkə, bu üzür yerinə də bir şey eşidəndə hamı, yəni deməyim odur ki, bizim xeyrimiz, şərimiz bir idi, çox gözəl bir yerdə yaşamışıq. Hələ də baxın, bax, siz cavansız. Hələ nə köçbəkli Terkdən bir qız alıb boşayır, nə Terkli köçbəkdən. Heç ortada elə bir çirkin, elə bir də çox mehriban, çox gözəl. Hamımız bir rəhmətli atamla biz bir evli olmuşuq. And olsun Allah. Yəni beyinləri mən o yolda qalaydım, qalmazdım da sizin ev öz evim idi. Yox ki bir mənə heyləydilər, hamısına heyləydi, hamısına. Hamısına heyləydilər. Bir yerdə yaşamışıq, valla bir yerdə mən o cəmaatı indi də çox sevirəm, indi də çox istəyirəm. Hələ çox belə gözəl, mehriban cəmaat, bir yerdə yaşamışıq. Zürəm, köçbək haqqında nə deyə bilərsən? Köçbək haqqında, köçbək gözəl bir yer idi, vətənimiz idi, gözümüz açıq orada. Dağlarından, sularından, meşəsindən. Hə, çox qəşək bularım. Mən bu il olmuşam Kəlbəcərin dağında, Laçının dağında. Bax, 3 ay qaldım bu yoldaşımla. Özümüzə palatka qurmuşduq, qanunu. Su deyilən şey yoxdur. Amma o yalı o tərəfə açırsan, Ermənistan tərəfə, Köçbək tərəfə, Cemur tərəfə. Bulaqlar, hər şey, nə bilim, Əvəliyi, Ələzi, Qırpbuğumu, hamısı yalın o yüzündədir. Ki, Allah elə bir iş eləsin ki, qayıdıb yerləri görək, atamın torpağını, atamın qəbrini ziyarət eləyib, uşaq olmuşuq o vaxtlar. İndi adam insandır, yaşlandıqca kövrəlir. Gündə 3 dəfə yönümü tuturam Allaha, Allah sən elə imkan yarat biləcəyim atamın qəbrini ziyarət eləyib. İnşallah. Zürəm, köçbəkdə nə işlə məşğul ediniz? Mən köçbəkdə fermada işləmişəm. Rəhmətli Bəşir vardı, o da müdür idi. Çox gözəl, indiki adamlar elə, atam rəhmətə gəndə mənim vardı 16-17 yaşım. Yəni, o vaxtı fermada işləmişəm. Nə səfində olurdu, nə olurdu, Allah Bəşirə rəhmət eləsin. Yola verirdi, ötüşdürürdü. Bax, belə. Kəndinizdə, birinci köçbəkdə, Terkdə, Leyli qaçanda meşələr var idi, otlaqlar var idi, çaylar. Biz bu dağlardan danışa bildik. Çünki orada yaşamırsan bilirsən də, xatirələr var. Hə, qəşəng meşə. Hansı meşələr var idi? Qoşa gölün meşəsi deyirdik, Bəzirxana meşəsi deyirdik, Ballo meşəsi deyirdik. Mən bu Kəlbəcərdə şahid olmuşam ki, bizdə Bəzirxana vardı, xarabalar, meşə idi, meşənin yanında. Həmin Bəzirxana kəndi də o vaxt köçüb səndi Kəlbəcərə. Ballo köçüb ora, çox suyu cadı bol idi, həddindən artıq. Nə bulaqlar var idi? Bulaqda nə qədər desən də faiz yurdu var idi, Çıngıllı bulaq vardı, Mansırxan bulağı vardı, Ayı bulaq vardı, Ağ bulaq vardı, Nəcəf bulağı vardı. 40 ildir köçmüşük. Çölməkli bulaq var idi, Baba bulağı var idi ki, bir stəkan suyun bir onluq qızıla dəyişməzdi. Maral nənə, siz kənddən nəyi xatırlayırsınız? Köçbək, Terk, Leyli qaçan deyəndə nəyi xatırlayırsınız? Köçbək, Leyli qaçan, Terk deyəndə bizdə
Yaz olanda yaxşı gelirdi hamımız. Əvəlik, ələyəz, qimi yığıb gətirirdik, qurudurduq, hörüb qışımıza uruza saxlayırdıq. Nə bilim belə. Kənddə Füzuli əmi ilə ikinizə də sual verim. Biz bu adət ənənələrdən danışsaq, çünki gənc cavan vaxtınızda, yaşınızın o cavan vaxtı kənddə keçirdi də. Nəyi xatırlayırsınız adət ənənədən? Qız köçürmə necə olurdu, bayramlar necə olurdu? Yəni, kim hardansı danışsın? Xatırələrdən danışsın. Deyim də sənə. Bəli. O vaxtın adət-ənəsindən indi qalmayıbdı. O vaxtı gözəl idi, qəşəng idi, bayram idi, əyirdək pişirərdilər, qonşu qonşuya gedirdi. Pay aparırdı. Bir-birinə pay aparırdı, pay gətirdi, amma indi hamı qapısını dalın vurur və s. O vaxt indidən yaxşı idi. Məsələn, bayramlar necə keçirdiniz? Necə olurdu? Ki, indi onları eləmirlər. O vaxtı biz qədir tuturduq. Yəni qədir gecə səhərətən yuxusuz qalırdılar. Səhər də girdilər, çay axırdı da, çayın Oyun üstünə. aparırdı, bir yerdə pişirirdilər, yeyirdilər, gecə səhərə kimi. Sağ zavanlar, uşaq, oğlanlar, qızlar ayrı-ayrı. Bir evə, Yığışırdılar bir evə. Orada hamısı evindən ayın oyun aparırdı. Bayram ayın oyunu. Orada ev yiyəsi də qəşəng pişirirdi. Səhərə kimi oynayan, danışan, gülən. Səhərə kimi gözləyirlər, saçı deyirlər qədir tuturuq. Səhər işıqlanırdı, hamı dağılırdı evinə ki, suyun gelirlər çaya. Daş götürüb gəlirdi, su götürüb gəlirdi çaydan. Niyə? Ki, il təzələndi. Və su da təzələnirdi Su, da. yəni su gətirirdi ki, il gətirib evlərdə küşlərə səpirdik. Suyu. Daş da gətirib evlərin küşlərinə qoyurduq, xırda daşlar. Ki, il təzələndi. İlin təzə gəlməsinə görə? İlin təzə gəlməsinə görə qədir tutub tezdən də qaçıba ilə gedirdik çaya, suya, əl üzümüzü yuyurduq. Su, daş götürüb hamı dağılıb öz evinə gəlirdi. Yadında qalan bir xatirə var mı? Orada hər birinin toyundan, məclisindən, sən o vaxtdan unutmadığın hər hansı bir xatirə var mı? Məsələn, deyək ki, bacınızdanmı, qonşunuzdanmı, hər hansı birinin toy mərasimindənmi? Qəşəng bir xatirə var mı? Danışa bilərsən də mənə? Nə danışım, nə bilim, xatirə. Yadda qalmayıb, hə? Füzuli əmi, biraz bu kənd artıq özünü dediniz ki, 3 kənd bir idi. Kəndləri məsəl üçün cavanlarından, ağsaqqallarından, orada tanınmış insanlarından, orada olan böyük kiçik olan hörmətdən, biraz bundan bu xatirələrdən danış. Birisi əvvəl xatirələr danışdı. Bax, Leyli qaçanda toy olanda qız, gəl, uşaqlar hamımız bir-birimizlə deyə-deyə, gülə-gülə, piyada. Yenib gelirdik düz Leyli qaçana toya. Qızlar, gəlinlər, uşaqlar hamımız. Geldik orada toyda yaxşı oynayan oynayırdı, baxan baxırdı, qayıdıb çıxıb gəlirdi. Tek də həmçinin, bilirsən, az kəndləri az idik. Hamı bir-birinlə də orada ola bilməzdi ki, böyümdən toy eləyən bir tepli qala. Ola bilməzdi. Hamısı da bir nəfər kimi ya köşbəyli telpə. Bir sovetlik idik də, bir sovetlikdə yaşayırdıq. Hamı da bir-birinə hörmət edirdi. Ağsaqqallar da gözəl ağsaqqallarımız var idi. Çox. Dəftən, köşbə Leyli qaçandan adlarını çəkir. Bax, elə ağsaqqalın elə bax, biri bax, o Salman kişi idi, ağalı idi, ağaydı. İndi bəlkə də sən onlar sən görməzdin, sənin yadına gəlməz. Danış, qoy, tanıyan-tanıyacaq. Hə. And olsun Allah, çox gözəl, çox mehriban, bizlərlə də daha mehriban. Allah ölənlərin hamısına rəhmət eləsin, rəhmət eləsin ölənlərə, qalanlara da can sağlığı. Bu cənnətin özü işləyirdi baş hesablar. Çox gözəl bizə hörmət eləyirdi, imkan qədər bizim çörəyimizi kəsməzdi. Allah haqqı mənim daim var, İsmixan, Allah rəhmət eləsin. İndi olmasın, indi istəməsin. Cənnət öz balalarına çox istəyirdi. Öz balalarına elə rəhmətli Vaqifi olsun, rəhmətli elə Behbidin özü olsun. Çox gözəl yaşamışıq, gözəl cəmaatdır. İndi qismət belə idi, köçdük, elə belə də yaxşıdır. O yerdə onsuz da ermənilər heç bizə o qədər də
çətinlik çəkirdik. Öz torpaqlarımız idi, amma indi onlar Bəli, Qərbi Azərbaycan sübhədən dədə, baba bizim olmuşdu. Sonra da indi hakimiyyət onlardaydı, rayon onlardaydı, polis onlardaydı. elə Füzuləm, oradan deyək, məsələn, rayon onlardaydı, məsələn, deyək ki, orada bizim kəndlərinin sayı çox olsa da, amma söz sahibi ermənilər idi. Erməni Bu münasibət necə quruldu? Amma məsələn, mən bildiyim qədərilə bizim cavanlarımız, igidlərimiz heç zaman erməniyə boyun əymirdi, ondan qabağından belə deyək də qaçmırdı. Bu belə bir xatirələr xatırlayırsınız məsələn? Bəli. Mən sənə deyim ki, o vaxtı Sovet hökuməti var idi, biraz qorxurdular, biraz çəkirdilər. Amma oxuyanlarımıza heç iştirak vermirdilər. Hansı bir Azərbaycanlı rayonda işləyirdi? Heç bir. Axırdan axıra rəhmətli İsmail bir il parayla o işlədi. Yəni iştirak vermirdilər də belə maral. Məqsədləri nə idi? Niyə eləyirdi? Məqsədləri onların qanı xarab bir millətdir də. Məqsədləri nə olacaqdı? Biz də nə qədər Azərbaycanlı oralarda yaşayıb, düzünə baxsan, Axtar, Kömür, Cavud, nə bilim, Zeytə, Axtar, Kömür, Cavud, bütün rayonlarda, bütün o fermalarda onlar hamısı da çobançılıq edirdi, başqa kəndlərdə. Onların özləri fermalarda zaten işləmirdi ki, biz işləyirdik. Amma məqsədləri də elə o idi ki, hara indi nə fikirləşirmişlər, nə inilmişlər, axırda da açıldılar. Allah prezidentimizdən canını sağ eləsin. Alda başlarını əzdi, qovaladı, çıxdı, getdi. Bəli. Füzuləm, məsələn, bax, Köşbəkdə ağsaqqallar, maşallah olsun, söz sahibi idilər, Tətdə, Leyli Qaçanda. Siz o vaxtı gənc yaşlarınızda həmin o ağsaqqallardan nələri öyrəndiniz? Biz o gənc yaşlarımızda ağsaqqallardan onu öyrənirdik ki, həmişə də biz görürdük ki, onlar nətərdir. Biz də onlar gedən yolu davam eləyirdik. Biz də onlar bir-birimizə hörmət eləyirdik, izzət eləyirdik, mehriban olurduq. Böyünləri ağsaqqalın yanında biz ayrı şey danışmırdıq. Biz belə görmüşdük. İndiki kimi yox. Bizə görmüşdünüz, məsəl üçün. Görmüşdük ki, yəni bax, böyünləri mənim uşağım sənin yanında, sənin atanın yanında bir çirkin, pis söz danışa bilməz. Sən atan gələndə uşaq dururdu ki, buradan otur. Belə şeylər var idi. O vaxt çox var idi. Amma nə bilim, indi də... Atanla bir xatirən... Atanla bir gün atan gəldi, taxtaydıq. Gedək, donuzlar var zaten meşənin ətəyində. Gedək. Ova getmişəm atamla, dovşan vurmuşam atamla, kəhli vurmuşam atamla. Atanı traktoru ilə. Bir dəyi, 5 dəyi hansın danışım, hansın? O qədər. Kəş o günlər olaydı. Da geçdi. Hangi keçdi? Gözəl adət-ənənə var idi. Toy olurdu. Maral nənə, toylardan ne demişkən? Toylardan, hə. Toylarda biz danışa bilərsiniz. Toy olurdu. Cavanlar evlənirdi. Gəlinlər, bax, hamısı, bax, belə ağzı bükülü, bax, belə. Bir ağsaqqal yanına, ağ biçək yanına çıxanda, bax, gəlinlər belə ağzını bükürdü. Belə ağzı açıq zat gəlin görməzdin. Gözəl adət-ənənə, nə deyim də? Adət-ənənəmizi, amma belə deyək də, bizim o qədər cəmaatımızın o dediyiniz kimi işləməsinə, çalışmasına baxmayaraq, elə onların düşmənçiliyi bizə həm... Bəli. Məsələn, amma biz belə deyək də, bir yaxşı siz verirsən əvvəl o Stalinlə bağlı, əmminizlə bağlı bir xatirə danışdınız. O nə xatirədir? Mən tam zəhmət olmasa. O vaxtı, genəm, o vaxtı mənim babam şair olur. Şair Bayram, amma savadsız şair olur. Yazı yaza bilmirmiş. Culda bir müəllim varmış. Müəllimin adı nə idi? Hamayilginin başçınları. Sayaq müəllim. Sayaq müəllim mənim babam şeir qoşub, yazılmış Stalinə, göndərilmiş Stalinə mənim babama. O vaxtı nə bilim, indi biraz aynı oyundan, zadından gəlirmiş. Elə o vaxtı da bir Xanziyan varmış, genə cəmaatı indidirmiş. Babamı o tutdurup bir dəfə. Adı neydi? Bayram. Xanziyan. Xanziyan, hə.
Babam yazır ki, varam səndən qanın Sovet qanıdır. Bu Bağırova yazır. Can Stalin səni düzgün tanıdı. Əksinə çıxan xan ziyanı idi. Əksinə çıxan xan. Bu dünyada min yaşasın Stalin. Ona görə də babamı incitmişdi gene. Yəni o vaxtdan var idi. O vaxtdan bizə hara gedir, Türklər gəldi, Türklər belə getdi, Türklər belə getdi. Elə uşaqlar daşa basırdı gedəndə rayona. Daşa basırdılar, Türklər gəldi. Rayona belə yaxşı ürəklə kim gedib gələ bilirdi ki? Balaca uşaqlar daşı yerdən götürüb atırdı qız gəlinə, adamlara. Türklər gəldi. Ailə buradakı kimi gecə avtobusla min arxayın get şəhərə, zada yox, ailə şey yox idi. Yox, ailə şey yox idi valla. Bir də Füzuli əmi, məsələn bu kənddəki bu məsələn o kənd cəmaatının birliyi, təhsili olan marağı, məsələn o kənd cəmaatında oxuyanlar var ki, məsələn Bakıya gedirlər, Naxçıvana gedirlər, Gəncəyə gedirlər. Bu kənddə bu təhsil nə tələb? Siz təhsilini təhsil tutardınız yoxsa köçbəkdə? Köçbəkdə. O təhsillə bağlı nəyə xatırlayırsınız? Hansı müəllimlər var idi? Siz o tələb olduğunuz vaxtda müəllimləriniz haqqında danışa bilərsənmi? Bizim müəllimlərdə bilirsən, bizdə köçbəkdə 8 illik idi. 8 illik idi. Amma müəllim çox idi. Müəllim var idi. Tertdə də ki 10-cu sinifi son illəri oldu. Bundan qabaq gedirdi bizim cəmaat Yıxmazorun Qavşıq, nə bilim Şəkidə oxuyurdu, Siyanın Şəkisində, Gömürdə oxuyub. Son illərdə Tertdə açıldı 10-cu sinif. Biz 8-dən sonra cəmaat gedirdi, Terpə gedirdi, Qarabağa gələn, kimin harada nə imkanı var ola gedirdi. Tertdə məsələn bir terp köçbək deyir, məsələn toylada yavrudan toplanışırlar. Sizin kənddə məsələn köçbəkdə eyni idi, yoxsa fərq var idi? Eyni idi, amma terp adamı oynağı idi. Oynağan idi. Terp adamı oynağı idi. Məsələn? Hamdolsun Allah, hələ heç bəlkə də sizin cəmaatdan çoxunun yadından çıxır. Oynayardı Şükürov Əhməd var idi. Oynayardı Vaqif vardı, Cənnətin qardaşı, it yallısı deyirdilər. Kimin civindən nə çıxartdı, ondan çıxmasa çubuqla deyirdilər, vururdular. Gözəllik var idi orada. İndi elə şeylər nəcədir? Yox, heç də yox. Yox. Görməmişəm bu zonada. Siz oynayırdınız yoxsa? Sən necə xatırlayırsan yavruları? Kadınlarda bu yavruya maraq var idi yoxsa? Var idi. Var idi, çox oynayırdı. Oynayan, bazaran da var idi, bazarmayan da var idi. Amma terp adamı oynayırdı. Terp cəmaatı köçbəkdən yaxşı yallı gedirdi. Şükürov Əhməd vardı, oynayırdı, gəldi. Qız gəlin indi qəşəng oynayırlar. Hamısı yaxşı yallı da gedir. Hər şey dövr dəyişilibdir. Füzuli əmi, mən hər zaman diqqətimi çəkibdir. Məsəl üçün, kənddə məsələn, kənd yerində mübahisə olur, söz-söhbət olur. Belə olan vəziyyətdə orada son sözü kim deyildi? Ağsaqqallar necə dinləyirdilər? Çox gözəl, çox qəşəng. Bugün o adətlər qalıbmı? Yox. Öndə kənddə misal versə... Bugünləri o yerdə misal üçün baxmayaraq terp ağsaqqalı, köşbə ağsaqqalı gəlib bir cavana bir şillə vursaydı, o cavan başını salıb aşağı düz də gedər. Elə bir hadisə xatırlayırsanmı ki, məsələn? Var, Bir dənə danışacaq. Bu danışımda, mən sənə danışımda, bax, Aboşa nişan qoyurdular. Aboşa nişan qoyurdular. Orada nəsə biraz inciklik zad oldu. Bu rəhmətli Kamuran Mədətin üstünə qışqırdı. Mədət də Həsənin oğlu idi. Bizim cəmaatdan da terp adamı. Allah haqqı hamısı da Mədət düz də çıxdı getdi. Yəni bilirsən, ağsaqqala hörmət var idi. Amma halbuki Mədət bəlkə də Kamuranla iti adam idi. Mədət də qoldan qüvvəli oğlan idi. Belə şeylər çox olubdu. Orada çox həddindən artıq. Belə deyək də, Maral bəy, kəndin həsrəti yuxunuza girir yoxsa?
Nə qədər yuxu görürəm, elə o keşbəkdə. Oralarda görürəm. Elə bilirəm, keşbəkdə elə filan yerdə göy yığıram, penzar yığıram, qızlarla oynayırıq, ağbırça ilə çörək pişirib yapırıq, çörək yayırıq. Nə qədər yuxuma girir, keşbəkdə yuxu görürəm mən. Elə bilirəm keşbəkdəyəm. Heç buralarda yuxuzat görmürəm ki, buralarda nəsə eləyirəm. Yəni o qədər arzu istək var. Hə, o qədər arzu istək var ki, hə. Züləm, səndə nə tərdi vəziyyət? Hə, bizdə elə həmçin. Bizdə mən ölürəm vətən üçün. Çox sevirəm. Çox ümidliyəm. Hələ mən bu keçən yay istədim, gedəm qorxdum, dedim minaya qada düşərəm. Mən təmiz Cermuğun üstündəyim. Cermuq görükürdü. Hə, Cermuqla aramız 1 kilometr heç olmazdı. Ballı oğlanla verdi orada ot biçirdi ovada. Düz onun yanındaydıq. Düz o ot biçilən yerdəydik. Axırıncı postumuz oradadır. O kənddə o ermənilərin gəlib o ilk cəmaata təhdid etməyi, o xəbərdarlıq eləməyi, onlar məsəl üçün onu necə xatırlayırsınız? O hadisələr necə baş verdi? Yəni çünki bunlar biraz əvvəl dediyiniz kimi, yəni biz Qərbi Azərbaycanlılar, o kənd cəmaatı ən ağır işdə biz işləyirdik. Ən ağır işdə, hə. Bütün bunlara baxmayaraq onların niyyəti... Mən onu da deyim ki, onlar elə sübhdə də bizim qanımıza susunmuşdular. Mənim özüm erməni dili bilirəm. Daha düzdür, cənnətcə kimi bilməzdim, amma özümə görə bilirdim. Bir gün 1987-ci ildə bir jüqülüm vardı, onu satdım, aformit eləyirdik Qoris şəhərində, Gorusda. Rəhmətli Heydər Əliyev işdən çıxmışdı. İşdən çıxardandan sonra bu boyda bir şəkili vardı. Belə baxdım ki, arvad süpürgəsi o şəkili belə tutur, üstünə süpürgə ilə zat yığır. Sigaret biçokları. Hə, getdim, dedim, ay Mayrikcan, ay bibi, dedim, nə iş görürsən? Qayıtdı mənə nə dedi, nədir, özümə dedim, vay, dünyaya bax, sahra dölüb külüncünün səsi gəlir. Heydər Əliyev işdən çıxırdı, indi Heydərin şəkilinin üstünə nə yığır? Ben de orada biraz bu arvadla değiştim. Dedim sen ne iş görürsen. Aldım elinden elə həqiqi şəkili aldım. Şəkili aldım belə götürdüm. Dedim ayıb olsun sənə. Niye belə edirsən? Nədən ötər edirsən? Çiftədən onlar bizim qanımıza susunmuşdular. Allah onların balasını versin, elə yaxşı veribdi. Kənddən nə vaxt çıxdınız Füzulən? 1988-ci il avqust ayının 3-də kənddən köçümü yığdım, gəldik Gorusa. Gorusun elə bəri çıxanda bizim qabağımız ermənilər kəsdi. Neçə maşın idi? Allah o gün geçsin gəlməsini, vallah uşaqlarım balaca, doraqlarım neçə yerdən partladı, qorxu. Oradan da nəysə bir təhər köçdük, gəldik, çıxdıq, Laçından da keçdik Şuşa rayonunun Malbəyli kəndinə. Oralarda da bizə yer olmadı, bir də qayıtdıq Ağdamın Ergisinə. Ergidə 3 ay, 5 ay qalandan sonra bir də qayıtdım cəmaatın içinə. Şuşaya, 6-cı korpusa. Orada xeylək yaşadıq, ondan da sonra qaçdıq, gəldik Bakıya. Belə. Maram nənə, siz bir ana kimi o anları xatırlayanda nə hiss edirsiniz? Yəni, o cəmaatımız, analar, bacılar, uşaqlar çox zülüm çəklədə kəndi tərk edərkən. Çox. Oradan gələndə o körpə uşaqlarımla gəldik, Malbəylidə töküldük, Malbəyliyə. Körpə bu qaldı köçün üstündə, Laçında. Buraxmadılar, oradan da bəri buraxmırdılar. Mən o 4 uşaqla, qaynanamla. Oğlum da 6 aylıq idi quzağımda. 3 qız idi, bir oğlan. Oğlum 6 aylıq idi. Malbəylidə bizə bizlərin bir qohumu vardı, Mehman rəhmətli. O bir yer göstərdi, orada qaldıq. Ta ki bu kösü bitər, köçürdü, gəldi, bizi yığdı apardı Ağdama tökdü, Ağdamın ergisinə. Nə xatırlayıb bala, çox çəkdik, çox əziyyət çəkdik. Çox əziyyət çəkdik, əziyyət var, əziyyət. O, məsələn, kənd cəmaatı olaraq, məsələn, təhdən, köşbəkdən qorxmaq o qədər asan bir şey deyildi. Çünki orada babalarımız, əlbəttə. Orada ev tikmişlər ki, yaşayarlar. Amma belə deyək də, onların o mənfur niyyəti ona imkan vermədi.
Maral biz belə bir şey də təsəvvür edək də, inşallah ki, biz o torpaqlara qayıdacağıq. Belə bir şey olsa, yəni dönsəniz Allah qoysa, haranı ziyarət edərdiniz və niyə? İlk hara gedərdiniz? Mən ilk dəfə gəlirəm, Seyid Qasımın ocağını ziyarət edərəm. Tepdə ocağımız var idi bizim. Ocağa. Yəqin ki, siz onu bilməzsiniz. Sonra qəbristanlıqda olan babamız, nənələrimiz. Qəbristanlıqda olan baba, ata, gedib bunları ziyarət edir. Amma Onları ilk dəfə ziyarət edir. ayaqlarım Allah imkan verər, düz gedəcəm ocağı ziyarət edəyəm. Tepin üstündə ocaq var idi. O, məsələn, cəmaət niyə o qədər məsələsini belə deyək də, məsələn, kimə müsahibə almışam, hamı həmin sözləri deyirlər. O kənddə o iş sizdə yadınızda necə qalıb ki, hamı məsələn, ocağa qarşı, Ocaq, eşitdə. O birliyi, bərabərliyi həmişə təbliğ edirdilər, asaqalar, böyük kiçiyi, belə deyək də, bir ocaq kimi insanlarımıza hər zaman doğru yolu təbliğ edirdilər. Bəli, bəli. Kimin bir xəstəsi olanda, bir uşağı qorxanda, bir uşağına bir şey olanda o ocağa Seyid Qasımın ocağına nəzir deyirdilər. Ya heyvan aparırdılar, ya bir yaylıq deyirdilər, ya nəsə pul aparıb qoyurdular. Gedirdilər Seyid Qasımın ocağına. Orada hamısı öz niyyətinə çatırdı. Allah rəhmət eləsin. Allah rəhmət eləsin Seyid Qasıma. Onun ocağına canım qurban. Amin inşallah. Elə indi də nəyəsə bir niyyətimiz olanda deyir, sifdə deyirəm ya Seyid Qasımın ocağı. İndi də. Üzüləm, uşaqlar nə edir? Uşaqlar haradadır? Uşaqlarla bağlı indi hal-hazırda səni necə ziyarət edirlər? Nəvələrlə nə edirsən? Vallahi nəvələrim zadım gəlir, gelir. Uşaqlar da şükür hərənin öz evi, eşiyi. Xırda oğlum da çıxıb ki, bu Xan kəndində işləyir. Elə mənəm, yoldaşım da evdə. Yox. Amma uşaqlarım yön görədədir də burada gəlirlər, gedirlər. Bizdən hal olurlar. Allah hamının için salamat eləsin, bizimki də içində. Amin. Amin. Şöyle. Füzuləm, demək olar ki, əgər yadınızda qalan başqa bir xatirə varsa, kəndlə bağlı, çünki mən sual verdim və baxmayın, bir başa düşürəm, kamera qarşısında biraz çətin olur, həyəcan olur. Amma düşünməyin ki, məsələn, verilişin sonudur. Yəni, yadınızda ola bilsin ki, danışılarca bir xatirə düşübsə... Vallahi xatirə ki, mən sənə deyim ki, nə xatirəsi deyirsən, hamısı mənim yadımda. Biz fermada işləyəndə, bax, bölünləri, bizim savxozun idarəsi, fermalar hamısı terpdə idi. Biz tezdən gedirdik terpə, axşam gəlirdik. O qədər mehribançılıq idi ki, özümüzə çörək də aparmırdıq. Elə hamısının evi öz evimiz kimi. Özdə biz bəlkə də indi fikirləşirəm. Bəlkə də bax, Əntiqə bacıgildə bəlkə də mən 100 yox 200 dəfə, ya sizdə heç çörək, bəlkə də indiki vaxt ola utandığımdan gelib demərəm, acam çörək, getmərəm də. Amma o qədər mehribançılıq idi ki, elə gün ortada nə macıyanda gelib qapını döyürdü, nə var yeməyə, bir çörək ya. O qədər mehribançılıq idi, o qədər gözəllik idi. Hər şey də yadımda. Kişilər ot biçirdi, qız gəlin də dallardan ot yığırdı. Şanayla yığırdılar. Kim evindən, Allah verəndən, çörək qolundan qopanan nə bişirirdi, nə götürürdü. Yaxşı süfrə açırdıq. Qız gəlin hamısı elə mehriban bir-biri ilə, hamı apardığını bir-birindən yeyirdi. Kim nə gətirir, tökürdülər ortaya. Yey, biçib danışa-danışa, gülə-gülə durub işimizə başlayırdıq. Müəllim, bir şey də danışım. Buyur, amma danış. Qoy bunu da cənnət eşitsin. Yəqin eşidəcəm. Bir günləri bir heyvan itirmişdim, sovxozda işləyirdim fermada. Bir ərzə yazmışdım ki, heyvanın birini itirmişəm, üstündən çıxsınlar da. Heyvanın balans qiyməti 44 manat idi, 45 manat. Savxozun direktori gətirib 2 qat, 3 qat yazdı acıqdan üstümə. Balansı, qiymətim. Getdim belə direktorun qapısında belə durmuşam ki, düşəm, xahiş edirəm ki, bunu yendir. Cənnət o qədər gözəl insan idi. Cənnət baş hesabları. İçərdən çıxanda dedi nədir? Dedim belə, ərzəmə zəyət, dedi bəli, gəl.
Dedi direktora, dedi, nə deyirsən? Dərzəmiz adımız cırdı elədi. Özü orada düz qoş elədi. Allah onun o balasını da gözünə çıraq eləsin. Çox mehribançılıqdır. Nədən danışın? Baxın, nədən? Bir günləri rəhmətli əmin mənə bir zapiska yazdı. Zapiska yazdı ki, Vahiyyəddinin masküsü vardı. Onunla məni göndərdi, indi göndərməsin ağa var idi. Bəhmanov ağa. Gedib getdim, apardım zapiskanı onlara. Ağa da müştükdə bir sigaret çəkirdi, müştüyü vardı. Yazıb ki, 8.000 manat pul ver. O vaxt Jiguli 9.100 manat idi. 8.000 manat. Rəhmətli ağa belə baxdı. Dedi, dinara, mən bunu qoş eləyəcəm. Ağalını çağırdılar. Atamın görək ki, ağalı ilə ikisi 8.000 manat dinara arvadallah rəhmətlə saldılar coraba. Bağladılar mənim ortama gətirdi, verdi mənimlə. Yəni bunu danışmaqda məqsədim olur ki, o qədər bir-birinə daveriya var idi, o qədər bir-birinə insanlar təmiz bir-birinə mehribançılıdır. Allah haqqı bizi elə bilirdik, Həsən bizim dayımızdır. Həsən. Ağabey oğlu Həsən deyirlər. İndi sən görməzdin, tanımazdın. Çünki o qədər mehribançılıq. Anama bir bacı deyirdi, 5 bacı da ağzından tökülürdü. Allah Qaqa Hüseynə rəhmət eləsin. Qaqa Hüseyn də el ağsaqqalı idi. Bax, vallahi bax, mənim bu qolum qırılmışdı. Apardılar yanına. Bağladı. O vaxtı da pul, murza söhbəti yox idi. O da deyərsən ki, nə qədər insanlarımız, cəmaatımız gedirdi yanına, qıçı çıxan, qolu çıxan, qolu qırılan, hamısında bağlayırdı, sarıyırdı, beş tamanla, heç nəsiz. Allah rəhmət eləsin, hə? Heç bəlkə onun da sənin yadına gəlməz. Yox, gəlir, niyə ki? Mən də... Görmüşdün, Allah hamısına, cəmi dünyasını dəyişənlərimizə gəni rəhmət eləsin, elimizi, obamızı qorusun. Həqiqətən, bax, bizim bu BDM TV-nin fəaliyyətindəki Həsəb ömrü verilişində bizim əsas məqsədimiz budur. Yəni, kənd cəmaatımız, məsələn, bugün Füzuli əmi Maral nənə ilə bir yerdə bizə xatirələrdən danışdı, kənddən danışdı. Düzdür, biraz sıxıla-sıxıla danışdı, tam danışmadı. Amma belə deyək də, nə danışsa ona bərəkət. Bəli. İndi başqa nə sözünüz var, nə arzu istəyiniz var, xatirələr var, yoxsa yavaş-yavaş mən bir şey yekunlaşdırım. Nəsə bir şey xatırlayırsınız mı? Başqa nə sual verirsən, bildiyimizdən deyək də. Başqa sual elə olur ki, valla biz bir cəmaat olmuşuq orada, çox gözəl yaşamışıq. Heç belə da, o da bir tarix idi. O da bir tarix idi. Füzuli əmi, artıq belə deyək də, gəldi verilişimizin sonuna. Həqiqətən çox sevinirəm ki, bugün siz verilişimizə qonaq oldunuz. Maral nənə, çox teşekkür edirəm. Yəni, qəşəng bir çəkiliş oldu. Xatirələrinizi bölüşdünüz. İndi uzun illər keçib, mən başa düşürəm. Uzun illər keçib, yadda qalan ancaq bu qədər ola bilir. İnsanına görə dəyişir. Bəzi adamlar daha çox xatırlayırlar, daha çox məlumatlar verirlər. Bugünə də min şükür. Çox sağ olun, təşəkkür edirəm. Siz əziz çəkdiniz, verilişimizə qonaq oldunuz. Son sözləriniz, bizə xeyir duanız. Çox sağ ol. Allah verilişdən uzun ömürlü olsun. Allah sizə xeyir versin. Qoy gələcək nəsildə baxsın. Bəlkə də biz də yaşayarıq bizdən soruşa. Bizdən sonraki nəsil, uşaqlar, nəvə, nəticə baxsın. Baxsınlar. Görsünlər ki, Qərbi Azərbaycan paşalıqların tez o torpaqlar hamısı gözəl, bəli, bizim olur. Valla bizim olur. Əziz və hörmət tamaşaçılar, bugün də bitdi. Amma həsrət bitmədi. Yuxularımızda Göyçə var, Dərələyəz var, Zəngəzur var, İrəvan var. İnşallah növbəti verilişlərdə başqa bir ailəmizin, elimizin, obamızın ailəsində qonaq olacaq. Mən verilişin əvvəldə də onu deməyi unutdum. Bizim Qərbi Azərbaycan paşalıqlarının Tevküt və Lilikasın cəmaatı vətəndən çıxandan sonra artıq Azərbaycanın fərqli bölgələrində yerləşirlər. Füzuli əmi də bugün Ramana qəsəbəsindədir. Orada qonaq olduq. BDM TV-nin Həsəb ömrü verilişində növbəti verilişdə görüşmək ümidi ilə Allah qayıdışımızı bizə nəsib etsin.
Sağ olun, var olun, Allah amanında. Əziz dostlar, videonu bəyənib paylaşın və kanalımıza abunə olun ki, bu səs, bu həsrət hər kəsə çatsın. Hər kəs görsün ki, Qərbi Azərbaycan Azərbaycandır, bizim torpaqlarımızdır. Sağ olun, Allah amanında. Növbəti videoda görüşmək ümidilə. Sağ ol. İzlənməyin, mənə çox sağ olun. Sağ ol. Sağ ol, sağ ol. Ömrünüz uzun olsun baba. Sağ ol.